Allah Təbarək və Teala'nın Əsmaül Hüsnasından biri də Səmi'dir. Səmi' Qur'an-ı Kərimdə 47 dəfə istifadə olunub Allah Təbarək və Teala'nın adı və sifəti kimi. Səmi' yəni eşidən. Bəziləri sual verir ki, əgər Allah Təbarək və Teala alimdirsə, hər şeyi biləndirsə, bəs nə üçün Səmi' sifətini özünə nisbət verib? Buradan məlum olur ki, Səmi' xüsusi bir sifətdir. Yəni Allah eşidir özünə məxsus bir formada. Bu ayrı bir şeydir, mənaca ayrı bir şeydir. Necə ki, bildiyiniz kimi Vəhabilər və bəzi sələflər bu cür yozurlar. Lakin bu yanlışdır. Səmi' elə Allahın elminə qayıdır. Sadəcə olaraq nə üçün Səmi'i istifadə edir? Səmi' adətən o yerdə istifadə olunur ki, cüz'i şeyləri biləsən. Yəni Allah Təbarək və Teala alim deməklə, yəni bütün şeyi bilir. Həm ümumi şeyləri, həm xüsusi şeyləri, həm aşkarı, həm gizlini. Bəzən isə insanlara başa salmaq istəyir ki, baxın, biz eşidilən şeyləri də bilirik. Sizin o eşitdiyiniz şeyləri də məsmuat deyərlər. Onu da bilirik, ona da elmimiz var. Ona görə Səmi' sifətindən istifadə edilir ki, insanlar bu adla daha çox mənusdular. Deməli, Səmi' yəni cüz'i şeyləri bilən, yəni eşidiləsi şeyləri bilən.